Hər bir işdən ləzzət almaq olar, hər bir işdən. Amma Allaha xatir. Əgər ancaq fokusun odursa, onda ilah. O sənin ilahın. Yəni namazımı tez qılım, qaçım gedim elmi kitablar oxuyum deyirsənsə, bax namaz vaxtıdır. Ürəyin namazda çırpınır və özün tez namazı qılırsan ki, gedim dini dərsimi oxuyum. İndi vaxt yoxdur, dərsin vaxtı çatıb filan, bu başqa. Amma bir də ki, vaxt filan problem deyil. Yəni ürəyim namaz istəmir, ürəyim dərs oxumaq istəyir. Bu ilahdır. Bu ilahdır. Demirəm, şirkdir əzizlər. Şəri şirk deyil bu. Bütpərəstlik deyil. Müşriklik deyil. Amma biləsən. Namazımı tez-tez, bax, mənə iş veriblər. İşdən iş veriblər. İşimi sevirəm. İşi sevmək çox yaxşı bir şeydir. İşimi sevirəm. Namazım gəlir, o bir dənə tez şam xiftəni qılım, açım o işimin arxasına. Qəşəng, hər bir şey öz yerində başlayım o işi görməyə. O sən iş sənin ilahın. Allah sənin ilahın olsaydı, sən Allahda daha çox qalmaq istəyəcəkdin. Mən demirəm, burada saatlarla qalaq. İşimiz var, getməliyik. Amma ən az ürəyim burada olmalıydı. Gedirəm deyə. Amma görürük ki, ürəyimiz burada yox, oradadır. İşə qaçıram. Məsəl üçün, Allahla danışdığım yerdə bir nəfər dostla görüşəcəm. Görürəm ki, namaz qıla-qıla elə dost, o dostla görüşün sevinci ürəyimi doldurur. Falan kəsgilə qonaq gedəcəm bu gün. Namazı qılıram ki, namazda görüm içimdə bir sevinç var. Baxıram ki, falan kəsgilə qonaq gedəcəm. Çoxdan da onları görmürəm. Oturacağıq, deyəcəyik, güləcəyik. Qohumlarımdır, dostlarımdır, sinif yoldaşlarımdır. Məlumdur ki, Allah yox, odur da. Və buna deyərlər mühüm bilmək. Mühüm bilmək yəni ilah.